Böyük üstadlardan birinin qəşəng sözü var. Deyir ki, dedilər mən ki, Ramazanlara gəlsəydik, girərdik, bağışlanardıq. Mən deyirəm sizə, olmazmı ki, bağışlanaq, girək. Qəşəng söz. İndi bilmirəm, bağışlandıq, girdik, içəri bilmirəm. Amma hər halda içində deyil. Ramazan mübarəkdə elə bir aydı ki, bir dəqiqəsi bəs edir. Bir dəqiqəsi bəs edir. Elə bir ay dör ki, məsələn, 30 gün bəs eləməsən. Yox, bir dəqiqəsi bəs edir. Allah Teala bir-birinə bağlı bir şeylər göndərir bizim üçün. 30 gün ardıcıl, 30 gün ardıcıl bizim üçün göndərib ki, sayda 1-də, alınmadı 2-də, alınmadı 3-də, alınmadı 25-də. Ne deyirəm ki sənə, bir dənə peşman ol. Çatdır özünü. Hə, çatdır kardan, gedir, çatdır özünü. Bir dənə peşman ol. Bir dənə peşman ol. Peşman ol, bu birinci mərhələ. Bu peşmançılığında fayda versin. Peşman olanda da insan. Özü günaha peşman olma, peşmançılıq deyil. Özü alırsan. 30 il gedər, özü alırsan. İnsanın üzü günaha peşman ola bilməz. Arkası günaha peşman olur. Əmir əl-Mömininin cümləsi var. Buyurur ki, ey yuhənnası, insanların, əshabın. Buyurur ki, günahlara arxa çevirmək ilə tövbə edin. Günahlara arxa çevirmək. Arxa yönü belə arxa yox. Yəni o fikir ki var ora, ona baxmayın, onu qoyun arxaya. Onu arxaya qoyunun mənası nədir? Əgər o olmazsa ki haramdır. Haramı arxa çevirirsənsə, haramdır sözün deyənə üzvü çevirəcəksən əslində. Bunu demək istəyir. Onun altında, bətnində onu yatızdırıb əmir əl-Mömin. Günahı arxa çevirməklə yəni üzvüz Allah olsun.